Azərbaycan İdman Akademiyasında fizioterapiya təhsil proqramı üzrə anatomiya, biomexanika, patologiya, kineziologiya, kardiologiya və sair fənlər üzrə ixtisas fənlərinin tədrisində anatomaş çevrilə bilən disseksiya stolunun imkanlarından istifadə olunur. Xüsusilə fizioterapiya və bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisaslarında cihazın interaktiv imkanları tələbələrə təqdim edilir. Tələbələrimiz burada insan bədəninin quruluşunu daha əyani şəkildə öyrənir, oynaq bucaqlarının və hərəkət amplitudalarının ölçülməsini, həmçinin əsas əzələlərin funksional fəaliyyətini praktik olaraq mənimsəyirlər. Bu da onların həm nəzəri, həm də praktik biliklərinin inkişafına ciddi töhfə verir. Eyni zamanda müəllim heyətinin bilik və bacarıqlarının artırılması istiqamətində beynəlxalq təcrübəyə xüsusi önəm verilir. Bu məqsədlə İtaliyanın Milan şəhərinə anatomaj virtual disseksiya stolunun funksiyaları, onun tədris və elmi tədqiqat prosesində tətbiqi imkanları üzrə beynəlxalq təlim proqramı təşkil edilir. Proqram vasitəsilə əldə olunan bilik və təcrübələr Azərbaycan İdman Akademiyasında tədris prosesinin daha da təkmilləşdirilməsinə və tələbələrin praktiki hazırlığının gücləndirilməsinə xidmət edir.